Salam, xoş gördük, dəyərli qonaqlar, hörmətli xanımlar və cənablar. Axşamınız xeyir. Hər xalqın tarixində, hər yurdun taleyində çox vacib, millətin ruhunu ifadə edən, xalqın getdiyi yolu əks etdirən bir təməl var. Azərbaycan xalqı üçün bu təməl Azərbaycan dilidir. Azərbaycan dili bizim bir xalq kimi ruhumuzun təcəssümüdür. Mənəvi dünyamızın ən gözəl tərənnümçüsü olan dilimizin çox təəssübkeşləri olub və olacaq. Bugün biz bu yolda əsl fədakarlıq göstərən, bütün həyatını Azərbaycan dilçilik elminin inkişafına, onun tədqiqinə həsr eləyən, müasir Azərbaycan əlifbasının müəllifi olan böyük Azərbaycanlı, Azərbaycan və Türkoloji dilçiliyin korifeyi, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyinə həsr olunan xatirə gecəsinə toplaşmışıq. Böyük bir nəslin müəllimi, ictimai fəaliyyəti ilə hər zaman xalqın yanında olan Afad müəllimin bu il 90 illiyi qeyd edilir. Artıq indiyə qədər bununla bağlı Respublika Elmi Konferansı, 13 ciddi seçilmiş əsərlər toplusunun təqdimatı, xüsusi poçt markasının rəsmi dövrəyə buraxılması uğurla həyata keçirilib. Onun xatirəsinə həsr olunan bu gecə də həmin silsilə tədbirlərin davamıdır. Ümid edirik ki, bu bədii musiqili xatirə gecəsi sizin ürəyinizcə olacaq. Bütün həyatı boyu əsl vətəndaş nümunəsi nümayiş etdirən insanın, Afad Qurbanovun həyat və fəaliyyətinin müxtəlif məqamları ilə tanış olmağınıza vəsilə olacaq. Salam əziz qonaqlar, mənim adım Afaddır. Mən fəxr edirəm ki, böyük alim Afad Qurbanovun nəvəsiyəm. Onun haqqında nənəmdən, atamdan, qohumlarımdan və müəllimlərimdən eşitmişəm. Mənim idealım babamdır. Bilirəm ki, babam sağ olsaydı, ilk növbədə vətənpərvər və mübariz olmağı, vətəni sevməyi tövsiyə edərdi. Mən də belə insan olmağa çalışacağam. Bir də onu demək istəyirəm ki, əziz babam, sən həmişə bizim qəlbimizdəsən.